hörmətli müəllimlər, əziz tələbələr və çox dəyərli qonaqlarımız. Bugün Tələbə Gənclər Təşkilatı, Sinema Klubu və Ulus Film Prodüser Mərkəzinin birgə təşkilatçılığı ilə universitetimizdə Cavadxan filmi nümayiş olacaqdır. Cavadxan filmi xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Ölüm Zirvəsi romanının son fəsilləri əsasında yazdığı senaryo üzrə ekranlaşdırılmışdır. Bugünkü tədbirdə filmin yaradıcı heyət təşkil edilir. Biz onlara dəvətimizi qəbul etdikləri üçün minnətdarlığımızı bildirir və film haqqında daha geniş məlumat almaq üçün alqışlarınızla səhnəyə verir. Cavadxan filminin bugünkü rejissoru Rövşən Alqıramdır. Darya rolunun ifaçısı Azərbaycan Respublikasının xalq artisti Şöhrət ordenli Amalya Pənahova. Ulus Film Prodüser Mərkəzi rəhbəri Gəray Əlbəyov. Bildirir ki, Cavadxan filmi yalnız Ulus Film Prodüser tərəfindən yayınlanır. Buyurun, söz sizin. Cavablarla görüşəndə anam özü də cavablaşır. Hoşdur, sizlər görmək. Sonra yadımdan çıxar, elə bu başlarından birinci onu deyib ki, bunu sizlər görə ki, mən inqilabçı olmaq istəyirəm. Cavadxan filminin senarisi Ölüm Zirvəsi romanının əsasında yazılır. Senari yazılandan sonra roman yazılır. Yəni bu faktdır, yəni filmin rejissoru mənəcə də faktı deyilər ki, bu belədir. Senari müəllifi Sabir Rüstəmxanlıdır. Təbii ki, kinoda yazan sinema çəkilərkən bu rejissorun qarşılıqlı birgə işi olur. Cavadxan haqqında mən sizə çox danışmayacağım. Sadəcə olaraq Qaf Oğuzların adını daşıyan Qaf Oğuzlar Qafqaz presində sizlər görmək mənim üçün çox şadlarım. Sevinirəm. Cavadxan Türk tarixinin şərəfli səhifələrindən biridir. Çox şərəflisilər. Öz babalarımızı tanımalıyıq. Öz dədələrimizi tanımalıyıq. Kökümüzü bilməliyik. Tariximizi bilməliyik, onda qürurlu olacaq, onda içimizdən böyüyəcək. Dərin ki, bilirsiniz, belə deyək ki, 20-ci illərin axırlarında Türkiyənin özü elə ağır bir durumda olduğu vaxtda belə Bəhdiyyə Ögəli Çinə səfər elətdirdi. Böyük Atatürk, Türk tarixini yazmaqdan ötürü, Çin arxivlərindən. O zaman Çində qarşılıq idi, çoxlarını satın ala bildi, çıxarda bildi və İngilislər bir də ayırdılar ki, Türk özünün Böyük Hun tarixini və daha sonraki tarixlərini yaza bildi, kimliyini tanıdı. Bu, ən böyük zərbə idi Türk sevməyənlərə. Uzun illər ərzində Azərbaycan bilirsiniz ki, 1824-cü ilə qədər İran adlanmırdı, Səfəvi məmləkət adlanırdı və bu Azərbaycan məmləkəti idi. Azərbaycan yarı bölünəndən sonra Şimali və Cənubi Azərbaycan İran adlandırıldı və bu da bir siyasi adlı verir ki, Azərbaycan bir daha birləşmək istərsə, sən kiminlə birləşirsən, Səfəvi məmləkəti tarixdardır, yox, İran adlı dövlət var. İran özü Səfəvi məmləkətinin içində bir xanlıq kimi idi. Necə ki, Gürcüstan, necə ki, başqa torpaqlar. Mən bu barədə çox danışmayacağım, sadəcə olaraq Cavadxan filminin çox çəkilişlərindən bir balaca məlumatlandırmaq istəyirəm sizi. Filmin senari müəllifi bəyan dediyim kimi Sabir Rüstəmxanlıdır. Filmin rəssamları xalq rəssamı Rafiz
İsmailov Rafiq Nəsirovdur. Bəstəkarı Sərdar Fərəcovdur, tanınmış bəstəkarlardandır. Yəni, Məhəmməd Məcidi adlı tanınmış operatordur, Tehrandan özünün dəstəsi ilə. Daha sonra filmin özünün iştirakçıları Amalə xanım Bəlahı var. Yəni, təqdim edilməyinə belə dəyməz, çünki biz özümüz sənətə Amalə xanımı görüb gəlmişik. Amalə xanımın sənətinə vurulub gəlmişik. Çox olduqca maraqlı aktör heyəti var idi, Nurəddin Mehdixanlı. Çox səhvliyib ki, bu günləri teatrda, mən akademik teatrlarında tamaşasız eləmirdi. Orada məşğuldur və gəlmək imkanına malik olmalı sadəcə. Ramiz Novruz, onu da tanıyırsınız, yəqin ki, General Həzrə Aslanov oynamışdı, amma burada Rus generalını oynayacaq Sisyadovu. Ramiz Məlikov, Rafiq Əzimov, daha doğrusu, və bir çox sənətkarlar, tanımadığınız, bilmədiyiniz. Azərbaycan teatrları bilirsiniz ki, zəngin aktör heyəti var, amma sadəcə olaraq filmlərə çox ola bilmir ki, cəlb eləmək mümkün olsun, amma biz Cavadxanda qarşımıza məqsəd qoyduq ki, tanınmayan sifətlər gəlsin, bir qədər tarixi film olduğuna görə biraz da maraqlı olsun sizin üçün. Və bir də sonda onu demək istəyirəm ki, Cavadxan filmi mənim nisbətimə Tanrım hay kimi verdiyinə görə şükr edirəm və şərəf duyuram ki, Cavadxan filmini mən çəkmişim. Bundan öncə mənim bir tarixi filmim oldu, başqa filmlərim oldu, amma tarixi filmləri bir filmində Yük filmidir. Ağa Musa Nağıyev, Hacı Zeynal adlı Dağıyev, bunu çox tez bir göstərirlər, atamadan. Bilmirəm, yadınızdan gelir. Ağa Musa Nağıyevdən olan bu, bir qədər dedik komediya, amma tarixi filmdir. Mən tariximi çox sevən bir insanım. Cavadxan filmi bir çox dövlətlərdə təqdimatı keçirilirdir. Budapeştdə oldu, Macaristanda, Moskvada oldu, Tehranda oldu. Sonuncu, ben çok sadalamıyorum, sonuncu biz Varşava'da olduk. Amalə xanım bizden bir yerdeydi. Polşa'da bütün bu birçok yerlerde gösterilmiş filmler, bu təqdimatın en belə deyək ki, gür və ləzzətli qəbul olunması Varşava'daydı. Dili belə bilmədən subtitrlərdən baxırdılar və çox maraqlıydı onlar üçün. Belə, Amalə xanıma istərdim ki, bir də alqışlar deyəsin və Amalə xanım iki kəlmə Teşekkür edirəm. Həqiqətən də bura gəlmək mənim üçün çox xoşdur. Çünki mən Qafqaz Üniversitəsində tez-tez olurdum vaxtıyla. Və sizlərlə bir daha görüşmək və buranın daha da günü-gündən çiçəklənməsini görmək sözsüz ki, mənim üçün xoşdur. Və daha geniş auditoriya ilə deməli biz rastlaşırıq. Amma bugün sizin sifətinizi, simalarınızı görürkən görürük ki, burada çox gənclər, yəni gənc simalar görürük biz. Yəni və sevinirik ki, bugün kinoya, teatra, ümumiyyətlə mədəniyyətə diqqət getdikcə artır. Mən nə deyim, Rövşən bəy biraz təvazökarlıq elədi. Çünki çox böyük, geniş bir film çəkmiş. Bizim deməli Azərbaycan Türk tarixindən, ümumiyyətlə vaxt aşırı Azərbaycanın başına gətirilən o müsibətlərin bir qolu da məhz Cavadxan devrinə düşürdü. Bilirsiniz ki, Cavadxan Gəncənin hakimi idi və o devirdə Ruslar Cavadxanı, yəni Gəncəni, Azərbaycanı zəbt eləməkdən ötürü ilk öncə Gəncəyə
deməli gəldilər. Çünki Gəncə o vaxt paytaxt idi, Azərbaycanın paytaxtı idi. Və onlar heç cürə ram eləyə bilmirdilər, qalib gələ bilmirdilər Gəncəyə. Gəncəni zəbt eləyə bilmirdilər. Onların qəhrəman sakinləri sayəsində, onların başında duran hökmdarları sayəsində. Amma tarixdən siz bilirsiniz ki, suyunu kəsəndən sonra Gəncənin və su yerinə qan deməli kəhlizlərdən axıldığı üçün o qanı su əvəzinə içə bilməyən insanlar, yəni Cavad xan həlak oldu, oğulları həlak oldu və Ruslar zəbt elədilər. Və belə də işğal olundu Azərbaycan, qarış-qarış. Bugün də Azərbaycan torpaqlarının 20%-i işğaldadır. Siz gəncsiniz. Siz gərək biləsiniz ki, torpağı qorumaq gərək, torpağı sevmək gərək, məmləkəti qorumaq gərək. Və sizlərdən də asılıdır ki, siz bugün gəncsiniz, biliyə, savada siz nə qədər çox yiyələnsəniz, bir o qədər Azərbaycanımız güclü olacaq. Bir o qədər biz Türk dünyasının birliyinə öz payımızı qoya biləcəyik. Və bu baxımdan belə tarixi filmlər, tarixi tamaşalar sözsüz ki, çox önəmlidir. Film elədir ki, bütün dillərə tərcümə olunur və onu bütün dünyada göstərməkdir. Teatr elə bir sənətdir ki, o sırf öz dilini inkişaf etdirir, öz ədəbiyyatını, tarixini, mədəniyyətini, deyək ki, musiqisini nümayiş etdirir və sizlər də o filmlərə, tamaşalara baxdıqca sizlərdə o olan vətən sevgisi daha da güclənir, vətənə bağlılıq daha da möhkəmlənir və artıq siz formalaşanda, artıq siz universitet skamyalarını tərk edəndə, divarlarından çıxandan sonra artıq vətəndaş olaraq öz məmləkətinizə çox bağlı olursunuz və azadlığın qiymətini daha çox bilə bilirsiniz. Mənə elə gəlir ki, bugün sizin qarşınızda nümayiş etdirilən bu film məhz azadlığınızı qoruyun deyir. Və əgər mən Tomris'in sözləri ilə demiş olsam, mən bilirsiniz ki, Bakı Bələdiyyə Teatrı 20 ildir mövcuddur Azərbaycanımızda və onun səhnəsində Tomris, Nadir Şah, Ölülər kimi tamaşalar çox önəmli oldu. Dəli Domrul tamaşası nümayiş olundu və orada Tomris də deyir ki, azadlığınızı qoruyun, çünki azad olmayan bir xalq təhqirlərdən, əzablardan, əziyyətlərdən başqa heç nəyə nail ola bilməz. O alçalır, diz üstə olur. Və biz inanırıq ki, bizim Azərbaycan xalqımız, bizim Türk dünyamız heç vaxt diz üstə olmayacaq. Filmin yayın prodüsörü Geray Əlibəyevdir. Geray Əlibəyev sənət adamıdır. Uzun müddətdir ki, Azərbaycan kinosunun inkişafında himmetləri olmuş. İndi Cavad Ulus Prodüser Mərkəzinin baş direktorudur və Geray Bey. İçimizdə Əsil Bey olur. Çünki doğrudan da bəy nəslidir. Sağ olun, teşekkür ederim. Birinci, ben teşekkür ederim Təşkilatçı Üniversitesi rəhbərliyinə. Yani bu biz təşkilat işlərlə məşğuldur. Və çok teşekkür ederim sizlere, Rövşən Bey, Amaliyə xan. Çok teşekkür ederim ki bizim dəvətimizi qəbul edib bugünkü bu gənclərlə görüşə gəldiniz. Və mən özümdə bir qürur və fəxr duyuram ki, yəni belə bir dövrdə, belə bir zamanda, belə bir vətənpərvər burada çəkilmiş belə bir filmi, yəni millətə, xalqa qulluq edən belə bir filminin yayımına özlərinə götürmüşəm. İndi nə qədər onun ötəsindən gəlmişəm, sözsüz ki, bu reallıq bəlli olacaq. Sözsüz ki, bu yığışan gənclərin əksəriyyəti bu görüşdə Amaliyə xanım sizə, Rövşən bəy sizə
hangi ışıklar veya bir iki belirli suallar olan olacak. Benim için bunu təqdim eləməkdir bu filmi və hər birinizə təşəkkür etməkdir. Çok arzulayalım isterdim ki tabii siz filmde bakandan sonra söhbət edeyim. O da daha normal ve böyle değil ki karşılıklı mübahisə edə bilərdik. Dövüşməyi xoşlayan adamam. Odur ki benim için çok maraqlı olardı. Ama indi nisbət belə filmə baxmanızı ben çok arzu ederdim ki 1 saat 54 dəqiqə səbirlə özü baxabilirsiniz. Azərbaycan mədəniyyətinə, milli kino sənətinə verdiyiniz xidmətlərə və universitetimizə təşrif buyurduğunuza görə təşəkkür edir və Qafqaz Universitetindən xatirə olaraq sizlərə hədiyyələri təqdim etmək üçün universitetimizin rektoru Professor Ahmet Sanç bəyi səhnəyə dəvət edirik. Önce Amerika var. Rica ederim. Geldiğiniz şeref verdiniz. Evet, konuşan var. Geray Bey. Peki, size de filme bakın, sonra tekrar konuşalım. Bir tenkidini yapalım. Məmnun olaraq, amma mənim qəlbimi tutacaqsınız ki, mən filmə baxa bilməyəcəm, niyə görə? Mən özüm çəkdiyim filmə baxa bilmirəm. Sanıram. O qədər səfər söyləyək, Siz de buyurun. Nahçıvan Üniversitesi'nden prorektörü.